Bonn-iyun iqlim konfransı BMT-nin iqlim dəyişmələri üzrə köməkçi orqanlarının 62-ci sessiyası davam edir. Sessiyanın gündəliyi tədbirin ikinci günündə təsdiqlənib. Bununla bağlı razılıq 2 günlük gərgin müzakirələrdən sonra məhz COP29 rəhbərliyinin vasitəçiliyi ilə əldə olunub. BMT-nin iqlim dəyişmələri üzrə köməkçi orqanlarının 62-ci sessiyasının gündəliyinin qəbul olunması üçün 2 gün gərgin müzakirələr aparılsa da nəticə əldə etmək mümkün olmadı. Tərəflər konfransının icra üzrə köməkçi orqanının sədri Yulia Gardner yaranmış çıxılmaz vəziyyətdə dövlətlər və qruplarla danışıqlar aparıb, konsensus əldə etmək üçün COP29 sədrliyi qismində Azərbaycana müraciət etdiklərini bildirdi və bu səhərdən etibarən SB sədrlərinin dəvəti ilə Azərbaycan COP29-un sədrliyi funksiyasında çıxış edərək gündəliyin qəbulunda mövcud çıxılmaz vəziyyəti aradan qaldırmaq məqsədi ilə tərəflərlə geniş məsləhətləşmələr apardı. Bütün nümayəndə heyətlərinə göstərdikləri konstruktiv yanaşmaya və qarşılıqlı güzəştlərə görə dərin təşəkkürümüzü bildiririk. Məhz bu yanaşma bizə ümumi şəkildə qəbul edilə bilən bir nəticəyə gəlməyə imkan verdi və mən bu nəticəni sizinlə bölüşməkdən məmnunam. İcra üzrə köməkçi orqanın sədri Yulia Gardner gündəliyin müxtəlif tərəflər arasında razılaşdırılmasında və qəbulunda həlledici dəstəyinə görə COP29-un baş danışıqçısı Yalçın Rəfiyevə minnətdarlığını ifadə etdi. BMT-nin iqlim dəyişmələri üzrə icraçı katibi Simon Still isə birinci plenar iclasda bildirdi ki, daha çox iş görülməli və daha sürətlə hərəkət edilməlidir. Biz dünyaya sübut etməliyik ki, beynəlxalq əməkdaşlıq nəticə verə bilər və bunu indi gec olmadan etməliyik. Bugün gecikməyə baxmayaraq bütün tərəflərin razı olduğu birgə yol xəritəsinin formalaşdırılması çox tərəfli prosesin gücünü göstərdi. COP29-un sədrliyi Bonnda iyun iqlim görüşlərində aparılan danışıqlarda körpü rolunu oynadı və Azərbaycan nümayəndə heyətinin bu prosesi dəstəkləməsi konsensusun əldə olunmasına töhfə verdi. Azərbaycan COP29-un sədri kimi bu prosesin lideridir. Onlar bu prosesi qoşulanda təbii ki, insanlar onların sədrliyinə hörmət edirlər. Üstəlik onlar bundan əvvəl Bakıda da bu işi icra ediblər. Yəni zəngin təcrübəyə və uğurlu diplomatiyaya malikdirlər. Azərbaycanın bu prosesdəki rolu artıq təsdiqlənmiş sayılır. Təkcə yeni kollektiv kəmiyyət hədəfi və maliyyə məsələlərində deyil, həm də Paris sazişi çərçivəsində 10 ildən çox davam edən müzakirələrdən sonra nəhayət yekunlaşdırılan 6-cı maddə üzrə də mexanizmin formalaşması yeni eranın, icra erasının başlanğıcı sayıla bilər. Azərbaycan artıq iqlim dəyişikliyi üzrə danışıqlarda öz imzasını qoyub. Azərbaycanda keçirilmiş COP29-dan sonra Bonn danışıqları iqlim gündəliyinin növbəti mərhələsini müəyyənləşdirir. COP30-u aparan bu yol qlobal öhdəliklərin konkret addımlara çevrilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Günay Məmmədova, Azərbaycan televiziyasının Almaniya bürosu, Bonn.